Fikirlərimi bir şeirlə də ifadə etmək istəyirəm. Əbədi həyat qazandı özünə və bu mənada mən belə demək istərdim ki, yaşar istəklərdə gələcəkdə o, əbədi qalacaq ürəklərdə o, qalacaq arzuda, diləklərdə o, elə bilməyin ki, getdi mübariz. Ən uca arzusu şəhidlik idi, ən uca zirvəyə yetdi mübariz. Və mən əminəm ki, vətənimizin qeyrətli oğul və qızları itilmiş torpaqlarımızı geri qaytaracaq və o zaman bütün şəhidlərimizin ruhu, babalarımızın bizə miras qoyduğu torpaqlar geri qaytarılacaq və biz onu səbirsizliklə gözləyirəm. Və buna görə də hər birinizə bu yolda hamımıza bizə söz verilir. Və orada çox insanlar var idi. O cümlədən bizdən Mübariz İbrahimovun anası da vardı. Vəzifə başında əyləşənlərə rast gəlirik ki, görürük yavaş-yavaş hər şeyi unudurlar. Amma yox, onun unudulması sanki Azərbaycan xalqının bugününün unudulması deməkdir. Çünki cəmiyyətimizdə bugün yenilik yaratdı o, yatmış ruhları oyatdı. Balaca bir Əlyabad kəndini bütün dünyaya tanıdı. Azərbaycan belə deyək, göbələk kimi yerdən çıxmayıb. Azərbaycan mövcud olub və bugün də mövcuddur. Onun Mübariz kimi oğulları bugün də var. Və babamız Şah İsmail Xatayinin da var. Onda bizə xəbər gəldi ki, məktəbə dövlət məmurlarından gəldi. Bəs Mübariz İbrahimov kimdir? Hamımız belə də indi bilirsiniz, pisa-pisa düşdük ki, niyə Mübariz'i məhz soruşurlar? Mübariz gizirdik, bilirdik, kənd övladıdır, hamımız kənddə qalacaq kənd. Onun haqqında heç vaxt, heç pis fikir söyləyə bilmərik biz. Və bunlar bizdən razılaşdılar, heç nə demədilər, sakitcə getdilər. Sonra artıq bizi hər qapı qalmadı. Hamı Mübarizin şəkilləri ilə doldu. Bunu kim elədi? Bunu məhz bax görürsünüz, vətənpərvər, xalqa məhəbbətlə yaşayan övladlar elədi. Və bizim torpağımız, Biləsuvar bilirsiniz ki, doğrudan da son zamanlar həmiş olub. Yəni tarixi keçmişə nəzər sarsaq bunu görürük. Son zamanlar, bax elə son yayda bizim Nərman kəndimizdən 4 oğlumuz şəhid getdi, 4 igidimiz şəhid getdi. Bax, belə şəhidləri böyüdən analar, əziz uşaqlar, gələcəyin analarısınız, əziz oğlanlarımız, gələcəyin atalarısınız, gələcəyin əskərlərisiz. Çox gözəl abi hava var bu məktəbdə. Mən özümü Əlyabad məktəbində hiss elədim, inanın. Elə bildim, elə öz məktəbimizdəyim. Bizim məktəbdə də, əvvəldən məktəbimizin bünövrəsi qoyulandan az işləmirəm. 25 ildə o məktəbdə işləyirəm və görürəm, vətənpərvərlik işi bizim məktəbdə də yüksəkdir. Sizə təşəkkür edirəm. Xüsusilə də bu kompozisiyanı hazırlayan müəllimə təşəkkür edirəm. Şagirdlər sizə təşəkkür edirəm. Mübariz rolunun ifadəşəm, dağdan alan mı deyim? Əyilməz dağ yuqarım, bürcüm qalan mı deyim? Sən yaşamaq, döyüşmək, ölmək öyrətdin bizə. Bax, budur mübarizə. Bax, budur mübarizə. Çox sağ olun. Bütün tədbir iştirakçılarının, hörmətli qonaqların, müəllim kollektivini, şagirdləri salamlayıram. Bəli, 230 saylı məktəbin kollektivi, xüsusilə də Elşən müəllimin Mübariz məktəbinin təbliğatında böyük rolu vardı. Doğrudan da bu kollektivdə, xüsusilə Elşən müəllim sizə böyük, dərin sağ olun deyirəm. Allah sizin vermək istəyirəm. Hər bir dövlət öz müstəqilliyi, öz qəhrəmanları, öz dövlət rəhbərlə tanınır. Bugün də bizim yetərincə qəhrəman igidlərimiz var. Biz onunla fəxr edə bilərik. Çox ağıllı, dünya siyasi arenasında sözün deyə biləcək qədər yüksək keyfiyyətə və savada malik prezidentimiz var. Ona da can sağlığı işlərində uğurlar arzulayırıq. Və müstəqil torpaqlarımızın bir qismi erməni taxtağı altındadır. Mən arzu edirəm ki, qısa müddətdə belə bir geniş izdihamlı tədbirlər Allahın köməkliyi ilə, Allahın izni ilə bizim işğal olunmuş Xankəndi, Xocalı, Zərbayıl, Zəngilan, Bulatlı və digər erməni taxtağı altında olan torpaqlarımızda keçirilsin və elə mən arzu edirəm ki, qısa müddətdə 230 saylı məktəbin kollektivi başda Elşən müəllim olmaq şərtindən bir yerdə və bizə qoşacaq digər insanlarla
biz öz bayrağımız, Xankəndidə ucalan bayrağımız altında belə bir geniş miqyaslı tədbir keçirək. Hamıza təşəkkür edirəm. Çox sağ olun. İndi isə çıxış edir Qisas Gecəsi kanalının müəllifi Elxan Elatlı. Həqiqətən, əgər 230 nömrəli məktəb şagirdlərin vətənpərvərlik tərbiyəsi ilə belə məşğul olursa, çox böyük bir şeydir. Təkcə bugünkü tədbir ola bilsin ki, bir dərs ilində verilən bütün dərslərə bərabər bir dərs verir gənclərə, şagirdlərə. Mənim romanıma səhirləşdirilmiş təmin verdilər, çox xoşum gəldi. Həddindən artıq təsirləndim burada. Ancaq körəlmədim. Məni axırda körətdilər. Bu uşaqlar çıxıb bayrağı öpəndə. Həqiqətən güc sərf elədim ki, sən tədbirdə iştirak edirsən, özü biraz ələ almalısan, möhkəm olmalısan. Niyə mənə belə təsir elədi, bilmirəm. Bu bəlkə də sevgidən irəli gəlir. Azərbaycanın gələcəyinə ümid eləmək olar. Mən istəyirəm ki, bütün Azərbaycan gəncləri bu bayrağı sevsinlər. Bu bayrağın uğrunda qan tökməyə hazır olsunlar. Burada eyib bir şey yoxdur. Bunu Əhməd Cavad da yazıb, himnimizdə böyüklərimiz qəbul edib, səndən ötürü qan tökməyə cümlə qadiriz. Siz baxın da şəkilə baxın. Kamera məndə buyurun. Tənbəl bir millət deyil, biz də bacarırıq. Biz göstəririk ki, biz çox... Nazirlər, bugün çox gurur duyduğumuz bir gündür. Azərbaycan gəncliyinin əfsanəsi, sevgili qəhrəmanımızın ad gününü qeyd edirik. Bugün elə bir gün ki, hər bir Azərbaycan gəncliyinin qəlbində bir işıq yandıran, yatmış bir genci, az qala yatmış bir genci oyadan bir qəhrəmanımızın doğum günüdür. Və bu doğum gününə bağlı artıq 3-cü ildir ki, 230 saylı məktəbdə bilirsiniz, tədbirlər planları işlənir, həyata keçirilir. Ölkə tədbirlər planımızda artıq bir aya yaxındır ki, davam edir. İlk olaraq az yaşlı məktəblər arasında, iptidai siniflər arasında şən startlar idman oyunları idi ki, final oyunu yekunlaşdı. Və məktəbimizin şagirdləri arasında dama yarışı idi. Həm oğlanlar arasında, həm qızlar arasında. Sonsuz tenis yarışı idi. Sonra məktəblər arası bilik yarışı idi ki, ayın 7-sində mübarizin məzarını ziyarət eləmək fikrimiz vardı. Və mən çox qürur duydum, çox sevindim. Və o məktəblərin, orada iştirak edən məktəblərin rəhbərlərinin əksəriyyəti buradadır. 245 saylı məktəbi Üzrə xanım, 117 saylı məktəbdən Vüqar müəllim, Texnik Humanitar Liseydən Səidə xanım, 123 nömrəli məktəbdən Səbah xanım. Yəni bu məktəblər, Rafael müəllim buradadır. Və bu məktəblər bizə qoşuldular və səsimizə səs verdilər. Məqsədimiz bunu bir ənənə halına salmaydı. Biz öyrətmişik adətə böyük dövlətlərin başçıları bir haqqında bir xoş söz danışır. Və Putin mübarizə haqqında dediklərini görəndə bütün dünyanı heyrətə salır. Təbliğ eləmək biz müəllimlərin vəzifəsi üzərində. Təsəvvür edin, son 15-20 il ərzində Azərbaycan ordusunda bir kiçik belə fakt, yayınma, fərarlı filan belə bir hala çox istərdim ki, bəlkə bizim səfərbərlik nümayəndələrinin düzgün aşılanması. Bugün sağlam gənclik yedir. Belə israrla son olaraq axı nail oldu ki, hərbi xidmətə getməliyəm. Bugün hərbi xidmətdən yayınma və yaxud da geride qalma demək.
xüsusən vurğulayıram Azərbaycanın gözəl diyarı olan Ələsgər rayonu Qayalı kəndindən gələn qonaqları. Mən mübarizi Füzuliyə bənzədir. İşqinin oğludur. Layıqlı vətən oğludur. Bəli, beləsi var. Əmədə etmirlər. Mən əmədə də Əzərxana, məni tanıyanda Xəzər rayonu mən yaxşı tanıyım. Dildə də həmən Əzərxana. Ancaq tədbirdə iştirak edənlərin hamısına İstifam qanunur. Rayon Həmkarlar Təşkilatının azacıq da olsa. Yine Salim. İnternet ve idman yarışmasında birinci el tuttuğuna göre ben Mustafa Elçin oldum. Oğlanlar arasında birinci el tuttuğuna göre Hüccatı Samir İlgaroğlu.